Cəlalə xanım bugün qonağımızdır. Xoş gəlmisiniz Cəlalə xanım. Xoş gördüm. Həm sizi, həm də izləyicilərimizi. Niyə danışa bilmirik? Əgər bu şəkildə kəskin başlasaq, çoxlu tənqidlər eşidəcəyik. Bəziləri danışa bilir. Amma böyük bir qrup danışa bilmir. Çünki insanlar danışmağın və ya yaxşı danışmağın ən birinci sırada durmalı olduğunu bilmirlər. Ya sonuncu sırada qoyurlar, ya da bütün həyatları boyunca bunun haqqında düşünmürlər. Niyənin çoxlu qolları var. Məncə bunun təməl daşı elə ailədə qoyulmuşdu. Biz kimiksə, övladlarımız da özümüzə oxşuyur. Necə danışırıqsa, onlar da elə danışırlar. Əgər gələcəkdə fərqinə vararlarsa, bəlkə də müəyyən dəyişiklik eləyərlər. Kimlərsə çıxış yolları axtarır, kimlərsə yox. Müasir dövrdə bütün valideynlərin təməl arzusu və bu istiqamətdə də iti addımlarla gedirlər, uşaqlarına xarici dillərin öyrədilməsidir. Bu çox yaxşıdır. Hətta bizim müəllimlərimiz o vaxtı deyirdi ki, neçə dil bilirsinizsə, o qədər insansınız. Bəli. Sadəcə olaraq birinci ana dilini öyrənmək məsələsi kölgədə qalır. Bunu təkcə mən demirəm, bunu bütün mütəxəssislər deyir. Əgər insan öz doğma ana dilində yaxşı danışa bilmirsə, heç bir dildə fikrini doğru-dürüst ifadə edə bilməyəcək. İndi bu ana dili məsələsini, bu ifadənin özünü də açsaq, söhbət rəsmi ana dilindən gedirdi, amma bəzi adamlara görə de facto ana dili ingilis dilidir, rus dilidir. Mən əslində ana dili deyəndə Azərbaycan dilini nəzərdə tuturdum. Əgər o doğuşdan rus dili eşidibsə, faktiki olaraq onun ana dili rus dili hesab olunur. İndi bunu da tənqid eləyəcəklər, bilirəm, amma reallıqda qalır. Mən bir məsələdən elə sual verim. Mənim qızımın ana dili ingilis dilidir. İngilis dilində bağçaya gedib, ingilis dilində məktəbə gedir, fikirlərini ingilis dilində ifadə edir. İstər ata sözü, istər deyim, hər şey ingilis dilində deyir və Azərbaycan dili onun ikinci dilidir. Sizcə də biraz belə gələcək yönümlü baxsaq, bu pərvərlikləri qırağa qoysaq, dilin əhəmiyyəti ya da ana dil məsələsinin əhəmiyyəti get-gedə azalmırmı? Məsələn, Azərbaycan dili bilməyin özü Azərbaycanı sevmək mənasına mı gəlməlidir? Çünki dili başqa ola bilər, amma axı həm də sevginin özü bir dildir də, tutaq ki, nə isə sevə bilər, Azərbaycanı sevə bilər, amma Azərbaycan dilində səlis danışmaya bilər. Yəni gələcəyin bu kod dilində, proqramlaşdırma dilində, müxtəlif dillərdə bunun əhəmiyyəti get-gedə azalarmı, yoxsa biz daha çox dilimizi qucaqlayacağıq gələcəkdə? Yəqin bu biznes hekayəsini eşitmisiniz, izləyicilərimiz də bilir. Təkrar olsa da deyim ki, bir dəfə bir ayaqqabı şirkəti öz əməkdaşını Afrikaya göndərir, get oraları təftiş elə gəl, qayıdır gəlir deyir ki, orada heç kim ayaqqabı geymir, biz ayaqqabı sata bilmərik. İkincisi isə tam tərsinə gəlir deyir ki, biz orada çox ayaqqabı sata bilərik. Yəni məsələ onu sən nə dərəcədə tələb formasına gətirirsən, budur. Mən təbii ki, razıyam. Ola bilsin ki, adam Azərbaycan dilində yaxşı bilmir, amma istər birinci, istər ikinci Qarabağ savaşında bəlkə də hamıdan öndə gedibdi. Mahiyyətinə varmadan bunu eləyə bilər. Sadəcə olaraq baxın, siz indi podkast aparırsınız. Ölkənin mənə görə ən populyar podkastı sizinkidir. Ən çox izlənənlər arasındasınız. Əgər siz Azərbaycan dilində yaxşı danışmasaydınız, bunu rus dilində aparsaydınız, sizin auditoriyanız başqa olacaqdı. Amma sizin hədəf kütləniz Azərbaycan idi. Burada müzakirə olunan mövzuların da hardasa dərinliyində bir mentallıq var. Bizə özəl, yəni daha lokal mövzular seçirsiniz. Məsələn, bugün siz beynəlxalq kütləyə xitab eləsəydiniz, hər halda Azərbaycan dilini müzakirəyə çıxarmayacaqdınız. Seçdiyiniz mövzularda buna məncə üstünlük verirsiniz. Amma daha çox izlənəcəkdi. Daha çox izlənəcəkdir. Bəli. Çünki dilin özünün, məsələn, Azərbaycan dilində bizim xitab etdiyimiz auditoriya Azərbaycanda olan 6 milyon internet istifadəçisi və onun 1%-idir. Maksimum bizi Cənubi Azərbaycandan Telegram kanallarında və ya türk qonaqlarımız olarsa, yaxın qonşularımız Türkiyədə bizi izləyə bilərlər. Digər hallarda biz böyük bir auditoriyaya çıxmırıq. Və siz bunu istəyirsiniz? Məsələn, biz bunu öncədən istəyirdik, amma sonradan belə Əli ilə bərabər qərara gəldik ki, Azərbaycan dilində düşündürən məzmun yoxdur. Biz Azərbaycan dilində düşündürən məzmun edirik.
rus dilində də edə bilərik, ingilis dilində də edə bilərik. Təbii. Süni inçilik bizə imkan verir ki, biz Bəli. Azərbaycan dilində danışaq, amma onu rus və ingilis dilində də dinləsinlər. Amma danışdığımız mövzu onlar üçün identik deyil. Və ona görə biz heç o barədə heç addım da atmadıq. Çünki gəlin razılaşaq ki, YouTube-da davamlı, ardıcıl, düşündürən, məzmun edən adam çox nadirən siz Azərbaycan dilində bunu edən tapa bilərsiniz. Türk dilində edə bilərdik. Yəni o 90 milyonluq auditoriyaya çıxmaq üçün. Sadəcə biz Azərbaycan dilində məzmun yaratmaq istədik. Amma dilin də özünün bir qısıtlığı var da. Azərbaycan dilində danışan da az daxı dünyada. Azərbaycan dilində düşünən kütləyə çox məhsuldar bir məzmun təqdim eləyirsiniz. Onsuz da rus və ingilis dilini bilənlər YouTube-da, digər mənbələrdə özlərinə lazım olan məlumatı axtarıb tapa bilirlər. Bu da sizin vətəndaşlıq borcunuz idi. Demirəm ki, bunu kimsə sizin üstünüzə qoyub, özünüz bu şəkildə qərar vermisiniz və ən azından özünüzə aid olan payı götürmüsünüz ki, mən də bu maarifləndirmə işində iştirak eləyəcəm. Necə ki, 20-ci əsrin əvvəllərində bizim maarifpərvərlər öz öhdələrinə düşəni eləyirdilər. Kimisi kitab buraxırdı, kimisi məclislər təşkil eləyirdi, kimisi təbliğat aparırdı və s. və l. Bu da sizin vətəndaşlıq borcunuzdur. Amma Azərbaycan dilində yaxşı danışa bilməsəydiniz və yaxud da çıxıntılı hərf olsun, aksent və ya ləhcə, dialekt sözlər və s. uzun müddət kütlənin tənqidinə məruz qalardınızsa, onda deyəcəydiniz ki, mən bu kütlədən ötürü çalışıram, bu qədər əziyyət çəkirəm, onun üçün məzmun yaradıram, o da məni tənqid eləyir, nə gərək var deyə istər-istəməz istiqamətinizi dəyişə bilərdiniz. Bütün hallarda məncə insan əməyinin qarşılığını görmək istəyir. Ya pul olaraq, ya hörmət olaraq, ya ən azından bir çox sağ ol olaraq.